Bunu belə elərsiniz, bu qarışmayacaq. Bunu çırpmalısınız. Yəni çırpma teli onun üçün deyirlər. Çırpırsan ki, bu açılsın. Ola bilər sıçrasın, bir damcı tökülsün daşqıya və ya stola, problem yoxdur. Bunu bu qaydada çırpmaq lazımdır. Bunu belə elərsiniz, bu qarışacaq. Amma açılmır da. Yumurtanın sarısı ilə ağı qarışsın deyə bunu dayanmadan bu qaydada çırpmaq lazımdır. Belə eləmək daha yaxşı olmaz. Fərq eləmir, əsas çırpmaq lazımdır. Yəni görürsüz, vurursunuz, çırpırsınız. Biri var fırladırsınız, biri var çırpırsınız. Yəni qədər tez olsa, belə Hə. Və açılmalıdır da. O ki, vençiki qaldıranda görürsüz yapışmırsa, ilişən yoxdursa, o ki, deməli tam açılır. Duzunu əlavə edirik uşaqlar. Yüngül istiot vururuq. Biraz qırmızı paprika da vura bilər, çox yox. İndi nə edəcək uşaqlar? Ondan əlavə, qarışdır. Çırp. Ondan əlavə indi nə edəcək? Yox, bir də bura verərik. İndi biz həm nagisə, həm də langetlərimizi marinat eləyəcək. Elə un, yumurta, suxarı eləyəcək. Birdən-birə eləməyəcək.